Deputat Elşən Musayev Tural Sadıqlı haqda nə ittihamlar danışıb? Azərbaycan hakimiyyəti başını itiribdi. Uca Allah yer kürəsində 8 milyarda yaxın insanın ruzisini verir və 10 milyon Azərbaycanda yaşayan xalqımızın da pis yaxşı ruzisini verir. Avropada yaşayan Tural Sadıqlının ruzisini verməyəcəkdir. Ağıllarını itiriblər. Bəs Tural Sadıqlı hardan maliyyələşir? Deputatlardan, yaltaq deputatlardan Elşən Musayev haqqında nə ittihamlar, böhtanlar səsləndiribdi. İndi elə səsli formada eşidəcəksiniz və münasibət bildirəcəm mən. İndi də məni FETÖ ilə əlaqələndirir. Güya mənim pulumu FETÖ verir. Mənim pulumu bilirsiniz kim verir? Videonun sona qədər izləyin, deyəcəm. Və bəyənin, paylaşın ki, daha çox insan izləsin, bu şərəfsizləri ifşa edək. Bütün Azərbaycan xalqı bax bunların sifətinə tüpürsün. Tural Sadıqlı kimdir? Hakimiyyətin başında oturanlar və tulapayı alan bu deputatlar kimdir? Deputat Elşən Musayev Tural Sadıqlı haqda nə ittihamlar danışıb? Və niyə deputat və hakimiyyət nümayəndələri Tural Sadıqlını hədəfə alıb? Deputat bildirib. Tural Sadıqlını çox güman onlar maliyyələşdirir. Deputatın dedikləri fakta mı əsaslanır, yoxsa Tural Sadıqlı haqda növbəti iftiralarıdır? Gəlin görək deputat nə deyir. Görünən və hiss edilən budur ki, Tural Sadıqlı öz yöndəmsiz verilişlərini konkret mənbələrdən gələn sifarişlər əsasında qurur, konkret şəxslərin tapşırığına uyğun hazırlayır və konkret təlimatlar, buyruqlar, əmrlər üzərindən reallaşdırır. Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. Bu partiyada Elşən Musayev bir sədr özüdür, bir papkasıdır, bir də ki, sürücüsü avtomobilidir. Partiyasında başqa heç kəs yoxdur. Kukla partiyalardan biridir. Amma və lakin. Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, sifarişi verən kimdir? Daha dəqiq desəm, Azərbaycanın ən dəyərli insanlarını hədəfə almaq kimlərin maraq dairəsində ola bilər? Dəyərli dostlar, şərhlərdə özünüz yazın. Mənim hədəfə aldığım, tənqid etdiyim, haqqında danışdığım Azərbaycan məmurları, prezidentindən tutmuş bax elə bu səviyyəsiz deputata kimi Azərbaycanın ən layiqli insanlarıdırlar bunlar. Hə? Şərhlərdə yazın, xahiş edirəm. Şəxsən mənim ağlıma ilk gələn FETÖ-çulardır. Baxın, görürsünüz nə qədər yöndəmsiz və səviyyəsiz, hələ deputat demirəm, insandır ki, deyir ağlıma gələn. Bax, elə ağlına gələni danışırsınız siz. Və sizin dövlət təhlükəsizlik xidmətiniz harda ölübdür? Tural Sadıqlıya maliyyəni kim ayırır? Onu araşdıra bilmirlər. Azərbaycanın xarici kəşfiyyat xidməti harda ölübdür? Hə? Ancaq müxalifətçilərin yataq otaqlarını güdməyə bacarırsınız. Ard edə bilmirsiniz. Bilə bilmirsiniz. Sübut edə bilmirsiniz. Tural Sadıqlıya maliyyəni kim ayırır? Dəyərli həmvətənlər, səbirlə qulaq asın deyəcəm. Mənə maliyyəni kim ayırır? Ağlıma gəlir deyir, ağlıma ilk gələn. Niyə? Çünki Tural ata xətti ilə birbaşa bu ünsürlərə bağlıdır və Deyir ki, FETÖ-çular. Ata xətti ilə bağlıdır. Bu nəsil kökdümü, milliyyətə gedib çıxmadımı, FETÖ-çuluq bir millətdimi, nədimi? Nə gic adamlarsınız siz? Yəqin ki, nəyə nəzərət tutur? Sadəcə olaraq yəni izah etmə qabiliyyəti çox zəifdir. Mənim atam ADR partiyasının üzvüdür və bildiyiniz kimi ADR partiyasının sədri Qubad İbədoğlu'nu da FETÖ-çuluqda ittiham edib tutmuşdular. Sözün açığı, cəsarətləri çatmamışdı ki, konkret maddə qoysunlar, qaçaqmalçılıq maddəsi, nə bilim, saxta pul çıxartma maddəsi qoymuşdular, amma adını belə çıxartmışdılar ki, güya Qubad İbədoğlu FETÖ-çularla bağlıdır. Subutsuz, faktsız, yalan, iftira. Yəqin onu nəzərə tuturlar. Daha bilmirlər axı nə danışsınlar. Bütün variantları test ediblər. Ermənilərdən maliyyələşir, gah dedilər İrandan maliyyələşir, gah dedilər Amerikadan maliyyələşir, gah dedilər Avropadan maliyyələşir, gah dedilər Rusiyadan maliyyələşir, indi deyirlər FETÖ-çulardan maliyyələşir. Bir-birindən bu adlarını çəkdiklərim yeri gələndə bir-birlərindən düşmən və əks qütbdə olan qüvvələr və ölkələrdir.
Nə qədər səviyyəsizsiniz siz. bəlli müddətdə hardasa il yarım maliyyəsini onlardan alıb. İkincisi, FETÖ-nün hədəfə aldığı insanlarla Turalın hədəfə aldığı insanlar tamamilə üst-üstə düşür, eynilik təşkil edir. Hətta ən kiçik fərq olmadan. İnanın ki, bax bu yaltaq deputatı və onun yanında oturanlar və vəzifəlilərin çoxlarını araşdırsanız və bəziləri də hətta sübuta da yetibdir. FETÖ ilə əlaqəli olan şəxslər bunlar olub indiyənə kimi. Sonra FETÖ tutulanda, FETÖ'çülər tutulanda, onların hökmranlığı bitəndə bunlar da val dəyişdiriblər. Çünki şərəflərini həmişə pula satıblar. Xülas. Üçüncüsü, Turalın xarici səfərlərini təşkil və saxta navodkalarını təmin edənlər birbaşa FETÖ yaramazlarıdır. Təyyarə biletlərinin pulları və digər cari xərclər isə uzun müddət İstanbul, Maraş, Trabzon və digər şəhərlərdə gizlənən FETÖ'çülər tərəfindən turizm paketi formasında qarşılanıb. Dördüncüsü, İlham Əliyev, həqiqətən sənin elə səviyyə bu Elşən Musayev kimi deputatlardır. Kimləri təyin elətdirirsən sən parlamentə? Ağıllarına gələni danışırlar, ağızlarına gələni danışırlar. Nə oldu danışırlar, təki belə iftira yağdırsınlar. Belə bari bir fakta yox, fakta yaxın bir həqiqətə bənzərliyi olan bir şey olmuş olsa, dərd yarı danışsınlar. Tural indiyə qədər bu qədər ittihama rəğmən bir dəfə də olsun Fəthullah Güləni terrorçu adlandırmayıb və onun Amerikadakı, Türkiyədəki, Azərbaycandakı nümayəndələri haqda Güldən ağır söz deməyib. FETÖ'çülər kimlərdir? Azərbaycan hara? Mənim işim Azərbaycanda oğru-quldur rejimə qarşı mübarizə aparmaqdır. Fethullahın terrorçu olduğunu heç Türkiyə dövləti açıqlamayıbdır. Terror təşkilatı elan edib, eləməyibmi? FETÖ-yə Türkiyə hökumətinin rəhbərləri, prezidenti gəl bu həsrət bitsin deyən adamlar olubdur. Yəni zaman-zaman düşmən, zaman-zaman dost olan adamlar mən nəyə görə kiminsə haqqında deyim terrorçudur yoxsa yox? Mən nə biləm terrorçudur yoxsa yox? Hə? Terrorçudurlarsa Azərbaycanda başa keçirmişdiniz siz onları. Nəyə görə başa keçirmişdiniz? Hə? Qulaq asın. Bəli, mən Azərbaycan adını təsadüfən çəkmədim. Çünki əminəm ki, qorbaqor olmuş Fəthullah Gülənə və onun təməlini qoyduğu terror yoluna, terror fəlsəfəsinə, terror təşkilatına ürəkdən, həm də sirq ürəkdən bağlı olanlar Azərbaycanda da tülkü kimi gizlənmiş və müvəqqəti mövqe dəyişmiş formada mövcuddur. Dünənə kimi bax Elşən Musayev kimi yaltaqlar Fethullahçıların Azərbaycanda olan nümayəndələrinin dabanlarını yalayırlar, ayaqqabılarını yalayırdılar. Çünki onlardan pul alırdılar. Çünki onların bəziləri elə məhz onların sayəsində vəzifələrə gəlmişdilər. İndi arxasınca danışır. Hə, onlar üzdə güya dövləti və iqtidarı dəstəkləyirlər. Amma əmin olun, azacıq boşluq yaransa və fürsət tapsalar dövləti də iqtidarı elə ən birinci onlar vurarlar. Ona görə həmin gizlinə çəkilmiş və maskalanmış quldurların da Turala birbaşa dəstək verdiyini qətiyyən istisna etmək olmaz. Hətta düşünürəm ki, ciddi araşdırılma başlasa, Turalın maliyyəçiləri içindən ən birinci onlar çıxacaqlar. İndi sizə məni kim maliyyələşdirir, onu deyəcəm. Amma üzrü hesab edin, təkrar etmiş olacam. Məni maliyyələşdirən, mənə ruzi verən uca Allahdır. Və ona da sonsuz şükürlərimi, təşəkkürümü bildirirəm. Hər kəsi ruziləndirdiyi kimi, məni də başqa qullarından, bəndələrindən ayırmır. Mənə də ruzi verir. Yaşayırıq da, pis, yaxşı yaşayırıq. Dediyim kimi, Azərbaycanda insanlar yaşaya bilirsə, mən Avropada yaşaya bilməyəcəm, maliyyə əldə edə bilmirəm, maaş ala bilmirəm. Allaha çox şükür. Əlim də var, ayağım da var, sözüm də var, nitqim də var, qabiliyyətim də var. 3 universitetdə bitirmişəm. Bu yalancılara, şarlatanlara inanmırsınız, onu bilirəm. Azad Söz kanalını həmişə izləyin, bunları ifşa etməkdə davam edək. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun. Azad Sözçülərə eşq olsun.